Rəsulullah buyurdu, bir neçə xislətlər, bir neçə xüsusiyyətlər var. Mənim bəndələrim onları yerinə yetirsələr, cənnət onların əmrinə tabe olar. Ya Rəsulullah, onlar nədir? Buyurdu, təqvadır. Kim insanların təqvalısı olmaq istəyirsə, gərək Allahdan qorxsun. Və kim Allahdan qorxaraq təqvalı olub Allaha iman gətirsə, Allah onu bütün bəlalardan və acınacaqlı hallardan qoruyar və güman gəlmədiyi yerdən Allah ona ruzunu yetirər. Hədisdə deyir, o vusquzu xəlladəni behiştlə müjdələ. O cənnətdə səninlə bir yerdə olacaq. Söylədi, nə danışırsan? Bəlkə Allah başqa bir xəlladəni nəzərdə tutub. Dedi, xeyr, Allah məhz bu xəlladəni nəzərdə tutub. Bəs sən necə oldu bu dərəcəyə çatdın? Dedi, bütün çətin anlarda, bütün çətin dəqiqələrdə, rozum olmadığı halda bir tikə çörək tapıb yeyirdim, Allaha şükür edirdim. Allah da mənə bu dərəcəni, bu məqamı verdi. Təqvanın insan həyatında təsirləri çox böyükdür. Təqva barəsində Quran-ı Kərimdə ayələr var. Əl-İslam təqvanın təfsirindən danışır. Deyir, kamil təqva budur ki, insanı günahdan saxlayır və qoymur ki, insan günah etsin. Təqvaların xüsusiyyətlərini açıqlayır. Səxavətlilik, çox dözümlülük, təvazukarlıq, heyfslənmədən bağışlamaq, insan bağışlamağı bacarmalıdır.